Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Medialardan da izlədiyiniz kimi bu günlərdə təbii olaraq sözünü verdiyimiz hadisələr intensiv şəkildə reallaşmaqdadır və artıq haqq və batil cəbhəsinin üryan şəkildə döyüşü meydandadır, görünür və medialarda hal-hazırda ən çox üzərində durulan mövzu İran və Amerika arasında ehtimal verilən müharibədir. Əlbəttə, dəfələrlə dediyimiz kimi, Qərb cəbhəsi tərəfindən istəyir media propagandaları, mediada baş verən, istəyir meydanda baş verən hərəkətlənmələrin böyük əksəriyyəti psixoloji müharibədir. Həm bölgəni gərginlikdə saxlamaq, həm İsrailin təcavüzlərini unutturmaq, Fələstinə olan təcavüzlərini yavaş-yavaş unutturmaq və həm də İran daxilindəki xalqa psixoloji təzyiq etmək ki, böyük ölçüdə indiyə qədər məğlubiyyətə uğrayıb, amma düşmən öz təlaşını edir. Hansı pəncərədən baxsaz bunu görəcəksiniz, meydana düzgün baxsaz. Bunun üçün qısaca olaraq ilk öncə gərək dəfələrlə dediyimiz kimi mərhum İmam Xomeyninin ad qoyduğu üzərə böyük şeytan Amerikanın quruluş strukturasına və rəftarlarına, öz sistemi üzərində olan rəftarlarına baxaq ki, Siyonist və İngilis lobbisinin necə deyərlər, fəaliyyəti ilə qurulub ki, APEC-dən müəyyən qədər danışmışıq. Sion lobbisi, Yahud lobbisi və əlbəttə bunu da mötərizə arasında qeyd edək ki, bir neçə dəfə işarə vurduğumuz kimi və görürsünüz yavaş-yavaş reallaşır. Pik nöqtəsinə çatdıqca evangelizmi təşkil edən Yahud lobbisi ilə İngilis lobbisinin qurbanına çevriləcək Amerika özü. Çox da uzaq görünmür. Əlbəttə, Trump kuklasını ki, ortaya atıblar, dəfələrlə demişik, Trump kuklasıdır. Trumpın qumarbaz, təlxəy və necə deyərlər, pedofil obrazı vasitəsilə Amerikanı idarə edən lobbilər dünyada vəhşiliklərini və digər tərəfləri qorxutmaq üçün etdikləri rəftarları Trump üzərindən legitimləşdirmək istəyirlər. Trump da özü üçün əl-ayaq çalır, dəfələrlə demişik. Niyə? Çünki dediyimiz Epstein məsələsi var, pedofillik məsələsi var. Belə təlxəyləri həmişə hansısa bir videosu, hansısa bir gizli məlumatları ilə oynadırlar, qorxudub oynadırlar və qızışdırırlar. Arxada olan dövlət, Yahud və İngilisdən əmələ gələn evangelizm sistemi ki, bunlar da dediyimiz kimi bayaq mötərizə arasında çox da uzaq olmayan gələcəkdə bir-birini yiyəcək lobbilər halına gələcəklər. Bu söz vermişdi və bugün yavaş-yavaş Greenland filan məsələlərində işartılarını görürük. Amma Amerikanın dediyimiz bu sistemi, strukturası və bundan qaynaqlanan rəftarları, bu böyük şeytanın qısaca olaraq bilin. 1492-ci ildə Christopher Kolumb ki, biz sözünü vermişik, sənədlərdə, onun göndərdiyi namələrdə də Yahud casuslarının embleması var. Yahud əsirli Christopher Kolumb Avropadan yola düşür və qırmızı dərilər və ya qızıl dərliləri Amerikada ondan sonra oranı güya kəşf edəndən sonra qətliam edirlər, genosid edirlər. Demək istədiyim budur. Bugün
görürük Amerikanın bu rəftarlarını bu iki şey üstündə, onların strukturasından qaynaqlanan və rəftarlarında görsənən iki şey üstündə əsas nəzərə çatır Amerikan tarixində. O da bir misalla deyə bilərik ki, İranda məşhur bir misal var. Qorq dər lebas-miş, yəni quzu cildinə girmiş canavar qurd. O vaxt Xristofor Kolumbun güya kəşfindən sonra bunlar qızıl dərililəri, bilirsə 100 milyona yaxın qızıl dərilini qətliam etdilər. Hətta faciəli şəkildə, baxın, quzu dərisi geyinmiş qurd məsələsi iki əsasdır. Quzu dərisi geyinir, amma qurddur. Lazım olanda quzu dərisini göstərir. Xristofor Kolumbun öz xatirələrində var və onu ilə gedən o vaxt ki, belə deyək də, hərbi komandanlığın Avropadan gedənlərin xatirələrində var ki, Xristofor Kolumb da gətirib səhv eləmirəmsə öz xatirələrində, çoxdan da görmüşəm mən onu. Orada qeyd edir ki, hətta qızıl dərillər o qədər səmimi idi, sadəlöv idi ki, qılıncı verirdi, tərsinə tuturdular, yəni əllərini kəsirdilər. Onları getdilər yavaş-yavaş oradakı qızıl mənbələrinə, bilirsiniz də Siyonizmin Yahud casusluğundan qaynaqlanan da Yahud protokollarında da dəfələrlə sizin üçün oxuduğumuz protokolların maddələrindən biri də nədir? Qızıl və mətbuat, yəni media propagandası, indi hər dövrün özünə uyğun və qızıl, yəni iqtisad. Bunlar qızıl mədənlərinə görə və müxtəlif nadir tapıntılara görə bunlar gedirlər ora, əvvəl qalustuklu üzlərini göstərirlər o vaxta uyğun olaraq. Onların mehribançılıqlarından sui-istifadə edirlər və onları sonra yavaş-yavaş başlayırlar qətliam eləməyə. Onları qətliam eləyəndən sonra ətrafda olan qonşularla sərhəd çəkirlər və onlar keçirlər təzədən yenidən, necə deyərlər, quzu cildinə girməyə, xoş tip, mehriban, müqavilə imzalayırlar, sizin təhlükəsizliyinizi qoruya bilərik filan. Bu müqavilələrdən sonra, özlərinə biraz gələndən sonra, yenidən təchizat toplayandan sonra qonşuları başlayırlar təcavüz etməyə ki, bugün Trump'ın göstərdikləri bunun bariz nümunəsidir. Bu işlərində necə irəli aparırlar? Hər yeri ki, işğal edirlər, sonra yenidən quzu cildinə girib qonşularla əlaqə, nə bilim, təhlükəsizlik əlaqəsi, siyasi əlaqələr bəhanəsini edəndən sonra başlayırlar psixoloji müharibə. Hər dövrün özünə uyğun olaraq mediaları vasitəsilə, mətbuatları vasitəsilə. İndi o dövrdə məsələn mətbuat yox idisə, öz insanlar arasında saldıqları casuslarını mətbuat kimi istifadə edirlər, media kimi. Qonşuların içərisində qorxu yaradırdılar ki, bunlar belədir, güclüdür, super güclü filandır. Və zaman-zaman inkişaf etdikcə donanmalarıyla, bu briqitələrə keçdikcə bunu hərbi donanmalarını göndərirdilər və hətta bilirsiniz də, əvvəllər elə idi ki, Amerika hərbi donanmasını hansı ölkəyə tərəf göndərirdisə, o ölkə avtomatik hakimiyyəti süqut eləyirdi. Və əgər görsələr ki, qarşı tərəf süqut elədi ki, heç bizimdir, təhlükəsizliyimizi qorumağa gəlmişik. Yox, əgər görsələr ki, müqavimət var, geriyə çəkilib B planı hazırlamaq ki, o da həmin hakimiyyətlərin daxilində hakimiyyətlə xalq arasında uçurum yaratmaq, iqtisadi təzyiq, sanksiya və embargolarla o hakimiyyəti, necə deyərlər, ruhiyyəsini zəiflətməyə məcbur edirlər ki, geri addım atsın və ya müzakirəyə gəlsin, eyni Liviya hadisələr kimi. Deməyimiz budur ki, bu quruluşa, bu strukturaya və bundan doğan rəftarlara baxsaq ki, bir kəlmədə xülasə etdik bunu, o da budur ki, quzu cildinə girmiş qurd, quzu və qurd cildini dəyişə-dəyişə bu rəftarları ediblər tarix boyu. Gedin Reaganın vaxtına baxın, gedin
Ata Bush'un vaxtına baxın, bala Bush'un vaxtına baxın, hətta Obama'nın hamısının vaxtında sadəcə bunlar fiqurlardır ki, bunları arxada idarə edən Yahud lobbisi ilə İngilis lobbisi ki, evangelizmin mənbəyini Amerikada sistem olaraq qurublar. Bu fiqurlar vasitəsilə hər dəfə Amerikanın bir çehrəsini göstəriblər. Bəzən bir fiqurun zamanında iki çehrənin ikisini də göstəriblər. Həm quzu, həm qurd. Amma bəzən məsələn Biden, güya ki bu demokratlardandır. Amma Trump məsələn respublikaçılardandır. Biri qurd göstərib, biri quzu göstərib. Amma mahiyyət etibarilə əsas hədəfə doğru dəyişən taktikalar olub. Bunları unutmaq olmaz. Çünki bunlar bizə dünyanın və məntəqənin hadisələrini və məxsusən də bugün artıq çox şey üryan şəkildə aşkar olduğu zamanda təhlil etməyə və hətta Əliyev rejiminin Amerika ilə əlaqələrinin niyə sıxlaşması və onun quduz iti İsrailin Azərbaycandakı siyasi nüfuzunun niyə günü-gündən artması və bunun hansı faciəli nəticələri xalqımız üçün gətirəcəyini təhlil etməyimizə kömək edir. Yəni həm qlobal prosesləri, həm bölgəsəl prosesləri, regional prosesləri, həm də ölkə daxilində baş verə biləcək və baş verməkdə olan prosesləri təhlil etməkdə bizə çox kömək edər. Oturub düşünsək, Amerikanın bu quruluşu barəsində ki, böyük şeytandır. Trump da həqiqətdə prinsipial olaraq bu pazelin aşkar vəhşi simasını göstərən, təhdid edən qurd simasını göstərən, özünə uyğun tərzdə göstərən bir, bizim təbirimizdə desək, dəli cöngə, qırmızı dəli cöngə obrazıdır həqiqətdə. Amerika sistemindən kənarda bir şey deyil. Bunu da Epstein və digər məsələlərlə bu cür oynadırlar ki, bu daha çox Amerikanın qurd üzünü göstərməsini legitimləşdirsin dünyada və həm də digər tərəfləri qorxutsun. Məsələn, bugün ərəb ölkələrinə baxın. Biz dəfələrlə demişdik, ərəb ölkələrinin hakimiyyətləri, hətta bir qism xalqları da, bir bəxşi ət parçasından o tərəfə bir rol oynamırlar həqiqətdə. Bu təhqir deyil, eyni reallıqdır. Yəni, ət parçasının özünün bir reaksiyası var hansısa hadisələrə. Bunlarda o da yoxdur. Bugün ərəb ölkələri, görürsünüz, hadisələr, Amerikanın psixoloji hərəkətlənmələri çoxalan kimi bölgədə, İran da qəti şəkildə indi bir neçəsinə toxunacaq. Həm rəftarı ilə, həm belə İranın yüksək rütbəli məmurlarının indiyə qədər verdiyi ciddi xəbərdarlıqlarla ki, 12 günlük müharibəni bütün ərəb ölkələri də gördü. Bunları görürlər, tez başlayırlar ki, İrana müdaxiləsini istəmirik Amerikanın filan bəsmən, öz canlarından, qarınlarından və qarın aşağıdan üzr istəyirəm qorxurlar, dünyalarından qorxurlar, mal və can qorxuları var. Siyonizmin maşasıdırlar sözün həqiqi mənasında. Amma bəzən siyonizmin də dərdinə dəymirlər. O qədər xasiyyətsizdirlər və neytrallaşdırılmış bir vəziyyətdə və təhqir olunmuş vəziyyətdədirlər bunlar. Bunların qorxusu Amerika ilə müqavilələri var. Siyonizmlə müəyyən qədər altdan da olsa müqavilələri var. Amma İranın qüdrətini gördülər və Amerikanın bazaları Qətər, nə bilim, Birləşmiş Ərəb Əmirlikləri, Ərəbistan və digər yerlərdə var və İran da deyib ki, bütün bazalarını vuracaq və elə dırnaq arası bunu da deyək ki, mötərizə arasında bəzi qeyri-rəsmi məlumatlara görə bu bəzi yerlərdə qulaq assın. Azərbaycan və Türkiyə hökumətlərinə də xəbərdarlıq gedib İrandan ki, sizdə də var müəyyən strukturalar, bazalar, siyonizmə, Amerikaya bağlı. Bu dəfə o deyil ha. Necə ki, Amerikaya xəbərdarlıq olunub, vurub qaçsaz da artıq atəşkəs istəyi ilə dayanacaq bir döyüş deyil, son döyüşdür. Biz tərəflərə də, Azərbaycan və Türkiyə tərəflərinin hökumətləri ilə də danışıq olub. Bəzi qeyri-rəsmi məlumatları mən eşitdim bugün. Hər halda Amerikanın göstərdiyi oyun budur və bu günlərdə psixoloji oyun
həm rəftarları ilə donanma gətirir, nə bilim, Abraham Lincoln donanmasını, hərbi donanmasını Fars körfəzinə tərəf gətirməkdədir, gah xəbər çıxardılar, gətirib, gah deyirlər gətirməkdədir filan. Və elə bu sözümüzü təsdiqləyən, mən bayaq bir xəbərdə baxdım. Deməli, Amerikanın New York Post mətbuatıdır, qəzetidir. Trump müsahibə verir və bu qəzet və bu müsahibə əsasında əfsanə Hollywood filmlərini bizə xatırladan bir hesabat hazırlayıb. Bu qəzetin iddiasına görə Trumpla müsahibəsindən sonra indi mən deyəcəm bunun iddiasını xülasə, siz özünüz görəcəksiniz ki, Hollywood iddialarıdır. Venezuelanı, Maduronu uğurlamaqda Delta Force necə olub güya? Güya Maduronun təhlükəsizlik yüksək rütbəlilərindən biri deyib ki, bu proses belə oldu. Çox qorxunc idi. Amerika çox gizli bir silahı var, ondan istifadə edib, dünyaya məlum deyil. Bu, güya Maduronun bu təhlükəsizlik rəsmisi deyir bu hadisə barəsində. Bunlar hücum eləyəndə deyir, bizim bütün hava hücum, güya ki, belə güclü hava hücumundan müdafiə sistemləri var idi. Hava hücumundan müdafiə sistemləri heç hiss eləməmişik. Əl dəymədən bunlar hamısı söndürülüb. Bunların gizlin silahı ilə Amerikanın və sonradan səs boğucu bir səs silahı istifadə olunub ki, başımın içi partlayırdı, burnumdan qan gəldi, qulaqlarımızdan, gözümüzdən qan töküldü. Bu cür qorxunc görünən Hollywood kinoları əfsanəsini bu Amerikanın New York Post qəzeti Trumpla müsahibəsindən sonra bu hesabatda gətirir ki, bəli, Maduronun təhlükəsizlik rəsmilərindən biri deyib. Kimdir? Demirlər, amma deyib. Bu, güya belə bir müsahibə verib. Niyə? Bayaq dediyimiz Amerikanın strukturasına və rəftarlarına qayıdır. Venezueladan sonra görürsünüz, medialar başladı Türkiyədə də, Azərbaycanda da, fars dilli də, ərəb dilli də, bəzi siyonistə bağlı mediaların hamısının bir sözü var. Venezueladan sonra görəsən növbə İrandadır mı? Bəzən Putin deyirdilər. Zelenski biraz atlandı düşdü. Zelenskinin də cavabını cənab Ərakçı oyun qəşəng verdi. Dedi, dünya təlxəylərinin əlində qalıb. Elə bizim ürəyimizin sözünü dedi də, bizi izləyənlər bilər ki, bizim də sözümüz bu idi. Hər halda bu media propagandaları, bax, əzizlər, xahiş edirəm, çox diqqətli olun. Dəccal, biz neçə ildir deyirik, Dəccala güc verəcəklər. Dəccalın da ən böyük təzahürü medialarda o tək göz, durbindir, o aparatın kamerası, belə ən zahiri mənada. Yəni, bugün media propagandaları ilə oynayırlar. Demirik, müharibə olmayan, müharibə onsuz da qaçılmazdır. Amma bir, geniş miqyaslı və iki, indiki halda çox az ehtimalı var. İndiki halda ağılsızlıq edib kiçik miqyaslı etmək istəsələr də dünənki çıxışımızı izləyin ki, hansı nəticələr, ağır nəticələr qarşı tərəf üçün doğura bilər. Hər halda bunlar bu oyunu oynayırlar və bu media ab-havası ilə necə deyərlər, psixoloji müharibəni ki, yaradırlar ki, Amerika hələ də super güclü, baxmayın, dünya qütbləşir, özlərini sübut eləməyə çalışırlar. Amma oxları necə 1979-cu ildə İslam inqilabı İranda baş verəndə daşa dəydi və ondan bu tərəfə hər çapaladıqca zəifləyirlər və inqilaba Allah daha da güc verir. Çünki bütün Məsihi, hətta bəzi Yahudi dini, dili, rəngindən asılı olmayaraq dünyanın bugün azadlıq sevərlərinə bir nümunəyə çevrilib və qəlblərinin səsini deyən bir inqilabdır. Bu təkcə belə deyək, sərhədlənməyib xas bir millətə və yaxud da məzhəbə. Xeyr. Amerikanda qorxudan ən böyük döyüş bu ideoloji döyüşdür. Oxları o vaxt daşa dəyib. Bax, bugün də bunların psixoloji media propagandasının qarşısında oxlarının daşa dəydiyini göstərən bir neçə fakt var ki, bugünkü xəbərlərdən bir neçə faktı sizə qeyd edeyim. İran qəti şəkildə Amerikanın həmin dediyimiz Abraham Lincoln ən böyük donanmasına, hərbi donanmasına qəti xəbərdarlıq edib ki, hipersonik raketlərimiz tuşlanıb. Və Amerikanın ən böyük bu donanmasını qərq edib batıracaq gücdədir.
300 bəzi xəbərlərə görə İranın birisi də ən sürətli qayıqlar dünyada İrandadır. Sepahın sürətli qayıqları, hərbi qayıqlarıdır. 300 bu qayıqlardan hazır vəziyyətdə. Digər tərəfdən 2 dənə, hətta bunu İngilis mənbələri də təsdiq etdi. Səhv eləmirəmsə Reuters bu məlumatı verdi. Səhv eləmirəmsə. Hormuz boğazı ki, dünən danışırdıq, Hürmüz boğazı deyirlər bizdə. Hormuz boğazında İranın Fars körfəzi tərəfdə 2 sualtı qayığı, dağıdıcı sualtı qayığı ki, çox güclü parametrləri var. Biri Fatihdir, biri Qədirdir. Hərəsinin özünün güclü parametrləri var. Məsələn, gözlənilmədən zərbə indirmək, fövqəladə sürətlə zərbə indirmək, məsələn, logistik rolunu oynamaq, su üstü və su altı hərbi təchizatları, qayıqları, gəmiləri batıra bilmək, raket buraxılışı və s. qüdrətinə malik olan qayıqlardır ki, və hətta elektron minalar yerləşdirmək qabiliyyətinə malik qayıqlardır. Bundan əlavə, bilirsiniz də ki, biz bu hadisələrdən öncə İranın son havaya buraxdığı aerokosmik onlarla aparatlardan, peyklərdən üçünü son proqramlarımızdan danışmışdıq ki, biri Kosar idi. Həm ən sürətli şəkildə bütün düşmənin hərəkətlənmələrini suda, sualtı, nə bilim, suda, quruda, hava, qırıcılar hamısını məxfi hərəkətlərini izləmək qabiliyyətinə malikdir və ən sürətli şəkildə deytaları göndərmək qabiliyyətinə malikdir. Və həmin İngilis qəzeti, mediası bundan yazanda deyir ki, bütün bunlar bizə nəyi göstərir? İranın Hormuz boğazında bu 2 sualtı qayığının yerləşdirilməsi ən müasir texnologiyalarla təchiz olunmuş və universal qayıqları, həm bu peyklərlə adətən gizlin hərəkət edən Amerikan və İsrail hərbi təchizatlarını izləmə qabiliyyəti. Bu İngilis mediası deyir ki, bizə bunu göstərir ki, İran kağız üstündə deyil, meydanda hazırdır. Və indi əlimə bir xəbər çatdı ki, onun təfərrüatına baxacam. Yəhya Səri, Ənsarullah Yəmənin silahlı qüvvələrinin sözçüsü də son xəbərdarlığını Amerika və İsrail quduzitinə verdi. Yəni, sağlam çıxmayacaqsınız bu dəfə. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.